Halın necədir? Gedə bilərsən. Herod öz qəti qərarını verib. Sən ölümə məhkum olmusan, Miriam. Mən Herodu görmək istəyirəm. Yox, artıq çox gecdir. Sənin vaxtın yoxdur. Tezliklə cəlladın əlinə veriləcəksən. Hiyləgər ifritə. Axır ki, öz zəhərini tökdün, hə? Bəli, zəhər. Uzun müddət acılığını ağzımda hiss elədiyim zəhər. Amma əgər məndən xahiş eləsən, Miriam, yalnız bir kəlmədir. De ki, səni bağışlayım. Şirin canını sənə qaytarım. Heroda deyərəm, səni ucqar yerə sürgün eləsin. Get və orada yeni həyata başla. Yalnız məndən istə. Bu arzunu qəbrə aparacaqsan. Öləcəksən, Miriam. Qürurundan əl çək. Rədd ol buradan. Sizi indiyə kimi bu şəhərdə görməmişəm. Qəribsiz? Betlehemdən gəlmişik. Betlehemdən? Belə uzaq yerdən? Kimisə görməyə gəlmisiniz? Yox, bizim heç kəsimiz yoxdur. Padşahın əskərləri bizi qiyamçılıqda günahlandıraraq obamızdan didərgin salıblar. Hər yeri yandırıblar. Mallarımızı qarət eləyiblər. Ərlərimizdən, oğullarımızdan xəbərsizik. Bu şəhərə gəlmişik ki, onlardan bir nişanə tapaq. Bilirəm ki, açsınız. Gəlin keçə içəri. Gəlin. Buyurun içəri. Elə burada oturarıq. Yola düşməliyik. Onda indi qayıdıram. Siz burada neyinirsiniz? Ev sahibini gözləyirik. Elizabeti? Onun qohumlarındansınız? O sonsuzdur. Uşağı olmur. Bu şəhərdə hamı onu barmaqla göstərir. Onun mehribanlığı ürək yanğısından deyil. İstəyir ki, cəmaat uşağının olmaması eybini unutsunlar. Əri Zəkəriya da peyğəmbərlik iddiasındadır. Salam, qonağınız var. Sizə mane olmayın. Xudahafiz. Buyurun. Allah sizə bərəkət versin. Xudahafiz. Allah amanında. Sağ olun.
Gəlin. Ester. Ester. Ester, hardasan? Hə, gəl. Gəl, yenə sənin üçün kömək gətirmişəm. Əminəm ki, kəni satanlar bazarda uzun müddət bu yazıqlara yemək verməyiblər. Onların yeməyini ver və onları bu evdə yaşamaq tərzi ilə tanış elə. Onları içəri apar. Buyurun. Niyə məndən belə eləyirsən? Budur səndən keçirdiyim illərin əvəzi? Məyər sənin üçün pis arvad olmuşam? Məyər həyatına sevinç bəxş eləmədim? Məyər xoşbəxtlik və bədbəxtlikdə sənin dostun, həmdəmin olmadım? Axı niyə mənə belə zülm eləyirsən? Əgər hücum eləmək istəsələr, şərqdən gələcəklər. Legionlarımız şərq sərhədlərini nəzarət altında saxlayıblar. Şimala gəldikdə isə... Mən nə bilim axı sən nə deyirsən? Sözlərindən də başım çıxmır. Əl çəkin məndən. Nə istəyirsiniz axı mənim canımdan? Atacan, sakit olun. Heç bilmirəm nə deyim. Sakitləşin. Cənab, Bəlam daxil olmaq üçün icazə istəyir. Bəlam? Bəlam kimdir? Sadiq əskərinizdir, Böyük Herod. Onu tapşırıqla göndərmişdiniz. Elədir. Çox yaxşı. Deyin gəlsin. Baş üstə. Ata, siz istirahət eləməlisiniz. Böyük Heroda təqdim eləyirəm. Nədir bu? Bacınızın üzüyüdür. Bacımın üzüyü? Bəli, Əlahəzrət. Mənim bacımın üzüyü səndə neyniyir? Hə? Özünüz tapşırmışdınız, Böyük Herod. Özüm, bacımın üzüyü. Bacımın üzüyü. Deməli sən bu bədbəxt qadını öldürdün? Əziz Miryam'a xəbər verin ki, mən onun intiqamını aldım. Əlahəzrət, Miryam xanım artıq həyatda yoxdur. Ata, unutmusuz, arvadınız xəyanət üstündə edam olunub. Edam olunub? Bəli. Necə yəni edam olunub? Məgər o günahsız deyildi? Deməli sən onu öldürdün. Bacınız Debora'nın göstərişi ilə Əlahəzrət. Bacımı da həmçinin. Sizin göstərişinizlə Əlahəzrət. Mənim göstərişimlə? Elədir. Necə də unutmuşam. Düzdür, elədir. Hər şey necə də tez baş verdi. Deməli, sən indiyə kimi əlinə arvadımın və bacımın qanına bulaşdırmısan. Cavab ver! Bəli, Əlahəzrət.
Bu qılıncla yəqin qılıncı boğazına çəkmisən, ya da ağır zərbələrlə bədənini parçalamısan. Heyf. Çox istərdim ki, orada olum. Kinli bacımın necə can verdiyini görmək istərdim. Son vaxtlar unutqan və pərişan olmuşam. Əziz Miryamımın ölümü hələ də məni incidir. Elə ona görə də hələlik bacardığın qədər məndən uzaq ol. Bəlam! Bu üzüyü götür. Sənin əlmuzdundur. Qulaq as. Bir neçə əskər götür və onu təqib elə. Bu qatili diri saxlama. Ata, onu bağışlayın. O həmişə sizə sadiq sərkərdə olur. Belədir. Amma o əlini sülaləmizin əsilzadələrinin qanına batırdı. Yadında saxla. Belə adamları diri saxlamaq çox təhlükəlidir. Xoş gəldin. Xoş gördük. Nə olub, doluqsunmusan? Yas məclisindən gəlirəm. Qonşudakı qızın? Bəli. Onun zəif cismi bundan artıq dözə bilmədi. Allah rəhmət eləsin. Yazıq anasının acılıqdan ağlamağa taqəti də yox idi. Cəmaatın hamısı kasıb və pərişandılar. Kimsə çarəsizlərə, dul qadınlara və kiçik uşaqlara kömək eləmək fikrində deyil. Bu zülm, əzab, əziyyət nə vaxta kimi davam eləyəcək? Cəmaatın çoxu kasıbçılığın üzündən Cəlilədən köçüb başqa şəhərlərə gediblər. Axı, neyniyə bilərəm? Axtarsaq evdə hələ də satmaq üçün bir şey tapılar. Mənim evimdə çətinliklərə dözdüyün üçün səndən utanıram. Bəlkə də bacın Hənna sağ olsaydı bu qədər əziyyət çəkməzdin. Ətrafındakılar da mənə görə səni tərk eləyiblər. Tənha və qərib qalmısan. İndi köməkçim və qəm ortağım yalnız sənsən. Elizabetin ən böyük fəxri Zəkəriyyə Peyğəmbərin arvadı olmağıdır. Pərverdigara, ey mənim Rəbbim, sən paksan və yalnız pakları özünə yaxın buraxırsan. Bütün bəndələrinə qarşı rəhimli və mehribansan. Onların hamısını da sevirsən. Gecə gündüz səni səsləyirəm ki, pak olum. Amma əgər sənin lütfün mənə şamil olmasa, vücudumdan çirkinlik çəkilməz. Ey mehriban Rəbbim, məni bütün bəndələrinə yaxşılıq eləyənlərdən elə. İnsanların Məryəmə olan məhəbbəti onu müqəddəsliyə çatdırmışdı. Bir fikirləşin. 16 yaşlı bir qız və onun dayağı Zəkəriyya, Məryəmə himayədarlıq eləyən məhz odur.
Əvvəl gərək Zəkəryanın etibarını aradan götürək. Əgər Zəkəryanı cəmaatın gözündə həqir eləsək, onda Məryəm üçün plan cızmaq olar. Götür. Kahinlər arasında bölüşdür. Qoy Yerusəlim, Cəlilə, Betlehem cəmaatı Zəkəriyə qarşı fikrini biz istədiyimiz kimi aydınlaşdırsınlar. Apar. Natan, Zəkəriya hətta evinin içində də rahat olmamalıdır. O mehriban kişidir, arvadını da çox sevir. Göndər qadınları, qoy Elizabeti öyrətdiyimiz kimi təzyiq altında saxlasınlar. O, Zəkəriyanın zəif nöqtəsidir. Çox xoş gəlmisiniz. Məni yaman sevindirdiniz. Uzun müddət idi ki, sizi görmürdüm. Elə bildim bizi unutmusunuz. Biz də sənin üçün darıxmışdıq, Elizabet. Yaxşısı budur ki, keçmiş incikliyi kənara qoyaq. Hə, mənə Yerusəlimdən danışın. Uzun müddətdir ki, ora getmirəm. Bizim Məryəmdən nə xəbər? Onu görürsünüz. Məryəm, ərin Zəkəriyadan niyə soruşmursan? O ki, hər gün Məryəmi görür, hətta qızı kimi onun qayğısına da qalır. Yəqin ona görədir ki, indiyə kimi öz övladı olmuş. Övladın olmaması ağır dərddir. Hə, Elizabet də çox pərişandır. Belə deyil, Elizabet. Düzdür, sən heç vaxt analıq eləməmsən, onun ləzzətini dadmamısan. İnan ki, Zəkəriya üçün də çox çətindir. Bəlkə ona görədir ki, Məryəmə bu qədər məhəbbət bəsləyir. Sən uşaq doğa bilmirsən. Gərək ən azı imkan verəydin başqasından uşaq dünyaya gətirsin. Bilirsən ki, o uşaqları necə çox istəyir. Bəlkə Zəkəriya günahkardır. Sən hardan bilirsən, Ester xala? Sakit ol, Gülda. Peyğəmbərlərin heç vaxt eybi olmur. Əgər onun eybi olsaydı, Allah onu peyğəmbər eləməzdi. Eyib Elizabetdəndir. Amma rəngi ruhu yaman qaçmışdı. Zəkəriya gəldi. Salam cənab Salam cənab Zəkəriya. Salam Elizabet. Salam. Elizabet, nə olub? Niyə ağlayırsan? Nəsə olub? Yox, heç nə olmayıb. Onda niyə ağlayırsan? Bəlkə qadınlar sənə bir söz dedilər? Yox, təzə söz deyildi. Yenə həmişəki danlaqlar. Deyirlər mən sonsuzam və sənin üçün bir övlad dünyaya gətirə bilmirəm. İllər uzunudur ki, həyatıma rövnək verəcək. Bir övladın həsrəti ilə yaşayıram. Amma bu rəhimsiz cəmaat heç vaxt məni danlamaqdan əl çəkmir. Kaş ki bizim də övladımız olaydı. Onda bu qədər tənələrə dözməzdik. Zəkəriya, sənə Allaha and verirəm. Gəl Peyğəmbər və onun yoldaşına hörmət qoymayan bu şəhərdən, naşükür cəmaatdan uzaqlaşaq. Gəl elə bir yerə gedək ki, kimsə bizi tanımasın və övladımız olmamağına görə bizə əziyyət verməsin. Xahiş eləyirəm, Zəkəriya. İndi onların dərsin verərəm. Getmə. Onlar pis adamlardır. Onların yanına getmə.
Onlar çirkin əməllərindən əl çəkən deyirlər. On qızıl sikkə Yərbağam üçün, 6 qızıl sikkə Mikail üçün, 2 sikkə də yaz şəxsən. Niyə? Axı niyə? Siz mənim ailə üzvlərim, mənim ətim və qanımdansınız. Niyə mənə bu qədər əziyyət verirsiniz? Mən sizə neynəmişəm ki? Siz əmi uşaqları üçün ürəyim ağrıyır. Hər il Allahdan biraz da uzaqlaşırsınız. Ömrünüzün ən yaxşı illərini bu müqəddəs məbəddə fitnəkarlıqla hədərə verirsiniz. İyiliyin bunları. Şeytan əməllərinin iyi gəlir. Hilələrinizin sonu yoxdur. Məryəmin anası Hənnanı da elə bu sözlərlə incitdiniz və ürəyinə od vurdunuz. Sizin ədavət və müxalifətiniz mən və Elizabet üçün həyatı çətin və dözülməz etmişdir. Bizim günahımız nədir? Övladımızın olmamasına görə, amma biz ilahinin iradəsinə boyun əymişik. Qulaq as, Zəkəriyya. Yox, sözümü kəsməyin. Diqqətlə mənə qulaq asın. Bundan sonra bizim aramızdakı qohumluq münasibəti belə davam eləyə bilməz. Ölümümdən sonra ailəmə görə sizdən qorxuram. Sizdən Allahıma şikayət edəcəm. Səbr elə Zəkəriyya. Gəldin və nə istədinsə dedin, hə? Demək biz şeytanın ardıcıllarıyıq. Demək biz Hənnanın ürəyinə od vurduq. İndi biz səni öz qohumuz adlandırmamalıyıq. Qocalıq deyə sən ağlını başından alıb Zəkəriyya. Məyər sən deyildin ki, Məryəmi israrla məbədə gətirdin? Övladından ayrı düşmək isə Hənnanın ölümünə səbəb oldu. Peyğəmbərlik iddiası elədiyinə görə şəhər və məbəddə hamı sənə gülür. Amma sən hələ də öz dediyindən əl çəkmirsən. Əgər düz deyirsənsə, niyə övlad sahibi olmursan ki? Ailən sonsuz qalmasın. Hamı bilir ki, öləndən sonra bir kimsən yoxdur ki, evinin çırağını yandırsın Zəkəriyya. Sən təksən. Tək tənha. Sən tənha və əldən düşmüş qocasan. Ölüm sənin bir neçə addımlığındadır. Saçların ağarıb. O dünyaya köçməyə lap az vaxtın qalıb. Danış. Bizə moizə elə. Deyəsən sözlərin tükənib. Əlacsız qalmısan. Səbr elə Yahuyakin. Natan, nə danışdığını bilirsən? Müəllimindən utanmırsan? Zəkəriyanın ardıcılları onun müdafiəsinə qalxıb? Deyin. Əgər yalan deyirəmsə, deyin. Zəkəriyanın varisi var? Deyin ki, biraz gülək.
İlahi, dəfələrlə susmuşam, onların dil yarasını ciyərimin qanı ilə satın almışam. İndi isə gücüm tükənmiş, bütün bunlara dözə bilmirəm. Yanar qəlbimə təskinlik verə biləcək bir dəlil göstər. Salam Məryəm. Salam. Məryəm, mənə de görüm bu meyvələr, yeməklər hardandır? Bunlar? Bunları sənin üçün kim gətirir? Bunlar Allah tərəfindəndir. Allah istədiyi hər kəsə təmənna istəmədən əta edər. Təmənnasız bağışlayır, təmənnasız. Elə isə mən niyə bu qədər gec anladım? Sən isə bu qoca yaşımda mənə Məryəmin dili ilə öyrətdin. Necə də biçarəyəm ki, daha tez rəhmət çeşməndən belə bir bəxşiş ala bilmədim. Təmənnasız, təmənnasız. Allah'ım, İmran'a belə bir pak və təmiz övlad verdiyin üçün ona qıbt eləyirəm. Təəssüf ki, indiyə qədər səndən belə bir istəyim olmuyor. Məni bağışla, Pərverdigara, məni bağışla. Salam. Salam. Cənab Zəkəriyyə hələ gəlməyib? Yox, hələ gəlməyib. Dünəndən indiyə kimi ondan bir xəbər yoxdur. Bugün Qüdsül Əqsada böyük mərasim keçirilir.
Cənab Zəkəriyya neçə illərdir ki, bu günün intizarını çəkir. O indi mütləq məbəddə olmalıdır. Niyə mərasimi bu qədər uzadırlar? Kimə görə? Zəkəriyyəyə görə? Hamı çox narahatdır. Görəsən nə baş verib ki, Zəkəriyyə Peyğəmbər indiyə qədər gəlib çıxmayıb. Hə, nə deyirsiniz? Bəlkə səduqilərdən bir nəfəri göndərək ki, onu gətirsin? Cənablar, biz bundan artıq mərasimi uzada bilmərik. Vaxt keçir. Mən təklif edirəm ki, Cənab Yasakar mərasimin icrasını öhdəsinə götürsün. Bəli, bəli. Əlbəttə. Çox yaxşı Düzdür. Axşama qədər gözləyək. Onu nə qədər gözləyəcəyik? Qoy Cənab Yasakar eləsin. Səbr eləyin, odur, gəldi. Gələn Zəkəriyyə deyil. Hə, odur, gəlir. Axır ki, gəlib çıxdı. Niyə belə narahat görünür? Birinci dəfədir onu belə görürəm. Və onda Zəkəriyya namaz mihrabında dayandı və dedi: Ey Pərverdigar, mən özümdən sonra əmoğullarıma görə qorxuram. Amma sən istədiyin hər kəsə hesabsız əta edirsən. Elə isə mənə bir evlad əta et ki, mənim və Yaqub nəslinin varisi olsun və səni razı salsın. Sonra mələklər ona nida etdilər ki, ey Zəkəriyya, ey Zəkəriyya, sənə adı Yəhya olan evladın müjdəsi olsun. Və Allah ondan əvvəl kimsəni bu adla yaratmayıb. Elə bir evlad ki, tezliklə gələcək, Allah sözünü təsdiq edəcək. Zəkəriyya dedi: Ey Pərverdigar, mənim necə evladım olacaq ki, qurumuş bir qocayam və arvadım da sonsuzdur. Buyurdu: Allahın fərmanı ilə istədiyin oldu. O buyurmuşdur ki, bu mənə asandır. Necə ki, sən bundan əvvəl yox idin və o səni yaratdı. Sənə elə evladın müjdəsi olsun ki, öz qövmünün böyüyü və başçısı olacaq
və çox imanlıdır. Allah ona uşaq olduğu halda hikmət verəcək və salih bir peyğəmbər olacaq. Zəkəriya dedi, ey Allah, mənim üçün bir nişanə qoy ki, mənə müjdə olsun. Nida gəldi, sənin nişanən o olsun ki, 3 günə kimi danışa bilməyəsən. Nə oldu, harda qaldı? Axı mərasimi gecikdirir. Nə qədər onu gözləyəcəyik? Niyə çıxmır axı? O niyə bayıra çıxmır, Sidqiya? Bəlkə qəş edib və ya xoşa gəlməz bir hadisə baş verib. Görəsən ona nə olub? İçəri keçəndə də halı yaxşı deyildi. Cənab Zəkəriya gəlir. İndi nə oldu? Axı niyə danışmır? Nə baş Elə bil dili tutulub. Ey Bəni İsrail! Möcüzə baş verib! Möcüzə! Möcüzə baş verib! Ey Bəni İsrail! Əlbəttə möcüzə. Elizabetin uşağı olacaq. Ay şəhər əhalisi! Bu Allahın Təzə xəbərim var. Ay cəmaat! Qəribə bir hadisə baş verib. İndiyə kimi görünməmiş bir hadisə. Möcüzə baş verib. Zəkəriya dedi ki, Allah ona uşağının dünyaya gəlməsi müjdəsini vermişdi. Deyirsən Allah ona da İbrahim kimi qocalıqda övlad verib? Bəli, övladın adını da Allah özü Zəkəriyaya demişdi. Uşağın adı Yəhyadır. Bu iki bacının hər ikisi sonsuz idi. Allah əvvəlcə İmrana Məryəmi verdi. İndi də Zəkəriyaya övlad bəxş elədi. Aha, mən də işitmişəm. Görəsən niyə kahinlər bu haqda heç nə demirlər? Bunu rəsmən elan eləmirlər. Nə bilim. Möcüzədir, möcüzə. Gördünüz Allah Zəkəriyanın peyğəmbərliyini necə sübut elədi? Həmişə deyirdilər ki, o Allahın peyğəmbəridir, amma kahinlər onu təhqir eləyirdilər. Axı hardan bilirsiniz ki, onun arvadı hamilədir? Onu artıq müayinə eləyiblər. Elizabetin bətnində övladı var. Allah özü bu övladın olmasını müjdə verdi. Düz 3 gün Allahın əmri ilə Zəkəriyanın dili tutuldu. Yalnız 3 gündən sonra onun dil açıldı. Nəzərdə tutmuşduq ki, uşağa atasının adını qoyaq. Amma Zəkəriya hələ danışa bilmədiyi üçün bir lövhə istədi və onun üstündə Yəhya yazdı. Dedim axı, sənin nəslində belə bir ad yoxdur. Bu vaxt qəfildən dili açıldı və Allaha zikr eləməyə başladı. Hamımız heyrət içində idik. Yəhya həyat deməkdir. Yəni ürəyin həyatı. O şəhid olacaq. Həmişə diri və əbədi qalacaq. Yəhya. Bu adı Bəni İsraildə hələ heç kim qoymayıb.
Get onun evinə və Elizabetin hamiləliyindən əmin ol. Evlərinə gedim? Axı mən ondan münasibətimi kəsmişəm. Evlərinə necə gedim? Get və qohumluq bağlılığını başdan başla. Onu vəziyyət tələb eləyir. Çirkinliklərdən əl çəkin, ey bəni İsrail. Xilaskarın gəlişi yaxınlaşır. Riyakarlıqdan əl çəkin. Haram yeməkdən, dul qadınların, yetim uşaqların mallarını qəsb eləməkdən çəkinin. Bilin ki, Yəhyanın gəlişi zühurun nişanəsidir. Çünki o Allah kəlamını təsdiqləyir. Məsih tezliklə eşq və məhəbbətlə gələcək.